Kanalımın izləyiciləri, YouTube'dan pul qazanmaq real bir məsələdir. Yəni mən bir sıravi vətəndaş olaraq bunu sizə göstərdim ki, YouTube'dan nə cür pul qazana bilərsiniz. Yəni yenə göstərirəm. Bax YouTube Studiyada, bax bu proqramı yükləməklə kanalınız varsa, kanalınızı böyütmək üçün ən əsas onun başlıq hissəsinə fikir verməlisiniz, başlıqlara fikir verməlisiniz. Və ekrana qoyduğunuz şəkil əsasdır ki, bir də YouTube'da və başqa proqramlar var ki, araşdırma aparın, insanlar ən çox nə ilə maraqlanırlar. Əgər bunları tutuzdura bilsəz, mən sizi inandırıram ki, siz YouTube'dan real pul qazana biləcəksiniz. Növbəti videolarımda sual versəniz ki, bəs yaxşı, səndə göstərən 20-71 dollar bu mərhələyə qədər necə gəldin, çıxdın? Əgər şərhlərdə yazsanız ki, bizə də başa salın bu mərhələyə qədər nə etmək lazım olduğunu, sizin üçün bir dənə də video paylaşa bilərəm. Dəstək olun, like edin, abunə olun və kimlər istəsə ki, bu pul qazanmağı, bax siz YouTube partnyorsunuz. Bu sözdür. Yəni bu səhifəyə qədər gəlib çıxmağı necə elədim? Sizin üçün bilirsinizsə heç, bilmirsinizsə, istəyirsinizsə altdan kommentlərə yazın. Çoxluq təşkil etsə vaxt tapıb sizlər üçün bunu çəkib göstərəcəm inşallah. Şöyle sizlərə kanalımın əziz izləyiciləri, keçməyin sizə tam dəqiq bir məlumatı paylaşmaq istəyirəm. YouTube'dan pul qazanmağın YouTube Studio ilə necə baxmaq lazımdır? Mən bunu qazanıram fakt olaraq sıravi bir vətəndaş kimi deyə bilərəm ki, bu tam doğru bir məlumatdır və doğru pul qazanma platformasıdır. YouTube Studio'ya daxil olursunuz. Burada kanalınız haqqında bütün məlumatlar, kontentiniz haqqında bütün məlumatlar hamısı görsənir. Nə qədər baxış gəlib, nə qədər short ayrıdır, videolar ayrıdır. Analitikaya baxa bilirsiniz burada videolarınızın. Mənim əsas göstərmək istədiyim məqsədim başqa bir şeydir əslində. Yəni burada gəlirlər baxıyorsun, bu təxmini gəlirlərdir. Gəlirlər ay ərzində toplanır. Bax aşağıda qazanım bölməsi var. Bax burada mən sizə göstərmək istədiyim o idi ki, mən fakt bu dəqiqə 20-71 dollar fakt qazanmışam. Buradan girib YouTube gəlirlərinizə baxa bilərsiniz.